Təkamül deyə bir şey yoxdur. Bu birbaşa olaraq azalmaz mürəkkəblik nəzəriyyəsi ilə sübut olunur. Çünki bəzi orqanların funksionallığı o qədər qəlizdir ki, ondan sadə olsa o artıq çalışmayacaq. Misal üçün insan gözü. Əgər təkamül gözü formalaşdırıbsa, bunu ara formlar olmadan necə eləyib? Axı 3/1 göz və yaxud da 2/1 göz kimə lazımdır? İndi isə gəl sənə həqiqətləri deyim. Tanış olun dəniz molluskları. Onların işığa həssas hüceyrələri var və bu hüceyrə sayəsində onlar işıqla kölgəni ayıra bilirlər. Bu hüceyrə layı stəkan formasına alanda artıq işığın istiqamətində müəyyənləşdirmək olur. Misal üçün yastı qurdlarda bu funksiya var. Bu hüceyrə layı balon formasına alandan sonra qarşısında duran cisimlərin həcmini belə fərqləndirə bilir. Misal üçün Nautilus adlı canlılarda bu var. İndi isə bu balon nazik bir təbəqə ilə örtülür. Yəni ətrafdakı virus və bakteriyalardan özünü qoruyur. Misal üçün anixaformlarda bu var. Bu balonun artıq idarə olunmaz linzası yaranır. Misal üçün su ilbizlərində olduğu kimi və artıq sən bu linza ilə gördüyünü təhlil və analiz edə bilirsən. Təbrik edirəm. Daha qəliz və idarə olunan linza bu artıq bizik. Yəni insanlar, məməlilər və digər qəliz canlılar. Yəni gördüyün kimi təkamül qəliz gözü ara formların sayəsində yarada bilir. O qədər də hər şey çətin deyilmiş.